empatiya qura bilən, başqalarına o cür davranmayan, özünün var olduğunu digərləri üçün deyil də özü üçün sübut etməyə çalışan, bu nə qədərdir? Hə, bizim cəmiyyətdə buna qədərdir. Var, kifayət qədərdir. Var, bunlar da çoxdur. Mən demirəm ki, bütün cəmiyyətimizdə antisosial uşaqlar yetişir. Yox, bu hallarda var. Amma biraz problem başqa şeydədir. Cəmiyyətdə ədalətli, vicdanlı, mərhəmətli, xeyirxah və başqasının dərdinə şərik olan uşaqlarla bərabər bu cür aqressiv, emosional pozuntu halları eyni məktəbdə, eyni mühitdə, eyni cəmiyyətdə nə qədər balans bərabər olacaqsa, bunlar üçün qorxuludur. Bizim müsbət keyfiyyətə malik olan insanlar üçün qorxuludur, uşaqlar üçün qorxuludur. Yəni bu balans, bu da çox ola bilər, bu da çox ola bilər. Cəmiyyətin buna verdiyi dəyəri yüksək olmalıdır. Yəni ədəbli uşaq daha yaxşıdır, mədəni uşaq daha yaxşıdır. Cəmiyyətin verdiyi dəyər, bu uşaqlar özlərini daha dəyərli hesab eləsələr, bunlar, mən də onun kimi olum, mən niyə vicdanlı olmalıyam, o necə mən də eləməyəcək. Bu öz vicdanlı olduğu ilə, buna nümunə ola bilməsə də, öz vicdanlı, mərhəmətli olması ilə bərabər utanmayacaq, sıxılmayacaq, özünü əfəl saymayacaq. Abırlı insanlara qabağa getmək üçün kömək eləmək lazımdır. Amma tərbiyəsiz, abırsız, mədəniyyətsiz insanların qabağa getməyin yollarını özləri bilirlər. Yəni bu dırnaqarası da özünü bilməkdir. Ona görə də cəmiyyətdə, bütün məktəblərdə aqressiv davranışların qarşısını almaq, cəmiyyətdə antisosial münasibətlərin, kriminal davranışların, subkultural mədəniyyətin qarşısını almaq, normal, gələcək üçün savadlı, ziyalı, mədəni cəmiyyət, gənclər yetişdirmək üçün başlamaq lazımdır 10, 20, 30 uşaqdan yox, 2 valideyndən, ata və anadan. Onlarda utanc hissi artmalıdır və sevinç hissi, fəxri çoxalmalıdır. Nə qədər ki olacaq, onlar özləri tənzimləyəcək. Bioloji olaraq, genetik olaraq, anatomik olaraq da nevroloji problemli övladlarını valideynlər özləri onları tərbiyə etməyi bacaracaqlar. Amma onları cəmiyyətə tullayanda isə, məktəbə, küçəyə tullayanda isə cəmiyyət bunları tərbiyə eləmir. Cəmiyyət normaları kənarlaşdırır. Cəmiyyət normaları təbii norma deyil. Təbii normalar insanı məhv edir. Şaxtadır, insana mərhəmət etmir ki, bu əyni nazikdir, mən soyuq bunu yanından keçsin. Təbiət normaları şaxta, əyni nazik adamı dondurub öldürəcək. Cəmiyyət normaları isə insanı öldürmür. Cəmiyyət normaları bunları kənarlaşdırır, uzaqlaşdırır və bunlar ailədən aqressiv formalaşıb cəmiyyətə çıxmış insanlar normalara uyğun olmadıqca nə qədər bunlar kənarlaşacaq, bunlar daha da təhlükəli olacaq. Yəni bunlar tərbiyələnməyəcək. Kənarlaşıb daha da təhlükəli. Fürsət olanda isə daha pis bir hallar törədə bilər. Ona görə də valideynlərdən, hər iki valideynlə görürsünüz, məktəb münasibətlərində bütün yükü yıxıblar məktəbin üstünə, internet resurslarının üstünə. Günah məktəbdədir, internetdədir. Məktəbdə və internetdə ümumiyyətlə heç bir günah, heç bir suç və heç bir səbəb yoxdur. Hətta uşaq əlində silah məktəbə giribsə də belə. Bu məktəbin dominant xarakteri deyil. Məktəb təhlükəsizlik xidməti deyil, mühafizə xidməti deyil. Məktəb valideynin əxlaq norması ilə geyindirdiyi uşağın tərbiyələndirmə və təhsili ilə məşğuldur. Bu ailə valideyn cəzalanmalıdır. Bax, Türkiyədəki o qərar çox ədalətli və doğru qərardır ki, həmin uşağı valideyn həbs eləyiblər. İndi proses necə olacaq bilmirəm. Yəni o valideyn məsuliyyətə cəlb olunmalıdır və o ictimai norma ilə utanmalıdır.